Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının Ailə, Qadın Problemləri və Gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva NTV Səhərin qonağıdır. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun, necəsiz? Çox sağ olun. Mövzumuz aktualdır, deyil mi? Bəli. Ümumiyyətlə, gəlin nikahdan danışaq. Cəmiyyət və ailə üçün nikah nə ifadə edir? Gəlin buradan başlayaq, daha sonra digər məqamlardan bəhs edərik. Nikah gənclər arasında hər iki gəncin bir-birini sevib ailə həyatı qurmağı nəticəsinə gəldiyi halda bağlanılan rəsmi bir müqavilədir. Hansı ki, konstitusiyada icazə verilir 18 yaş tamam olduqdan sonra rəsmi nikaha daxil olmağa. Düzdür, əvvəllər 1 yaş icra hakimiyyətləri tərəfindən azadılmağa icazə verilirdi ki, məlum mövcud vəziyyət olduqda 17 yaşında gənclər nikaha daxil ola bilsinlər. Amma artıq 2025-ci il iyul ayının 1-dən qanunla qüvvəyə mindi ki, bu nikah yaşının 1 il aşağı salınmasına heç bir halda icazə verilmir və yəni konkret olaraq nikah yaşı 18 yaş göstərilir və 18 yaşda gənclərimiz nikaha daxil ola bilirlər, rəsmi nikaha. Rəsmi nikah, yəni hər birimiz bilirik ki, çox mühüm, çox əhəmiyyətli, gələcəkdə həmin ailə üzərində, dünyaya gələcək övladlar üzərində sənin hüquqlarını, hər iki tərəfin hüquqlarını müəyyən edən bir rəsmi sənəddir. Düzdür, bəzən, belə deyim, bəzi gənclər olur ki, rəsmi nikahdan daha çox dini nikahı üstün tuta bilirlər, düşünürlər ki, dini nikah daha. Amma dini nikahın heç bir hüquqi əhəmiyyəti yoxdur. Ancaq rəsmi nikah bizim hüquqlarımızı orada müəyyən edir ki, gələcəkdə baş verə biləcək hər bir halda o, sənin həmin ailə üzərində, uşaqlar üzərində bütün hüquqlarını müəyyən edir. Ona görə də 18 yaşda bütün şəxslər nikaha daxil olurlar və nikah olduqca rəsmi nikah çox bir vacibli bir sənəddir. Bəli. Ümumiyyətlə, elə indiki qanuna baxsaq, elə dini nikah da məhz rəsmi nikah kəsildikdən sonra dini nikah kəsilir. Bu da təbii ki, bunun üstünlüklərindən biridir. Niyə nikah müqaviləsinə, Zərnigar xanım, ölkəmizdə münasibətlər bir mənalı deyil? Niyə aktual deyil bu mövzu? Belə deyim. Vacibdirmi, olmalıdırmı? Yəni, elə öncə buradan başlayaq. Belə deyim, nikah müqaviləsi ilk öncə izah verim nədir? Deməli, tərəflər arasında istər evlilikdən öncə, istər evlilik zamanı bağlanılan bir müqavilədir ki, hər iki şəxsin qarşılıqlı razılığı əsasında bağlanılır. Yəni, heç kim zorla nikah müqaviləsi bağlamağa məcbur edilə bilməz. Ancaq, belə deyim, Azərbaycanda bu nikah müqaviləsi o qədər də yayğın, çox yayılmış bir sahə deyil. Bəli, mövzu deyil. Bəli, mövzu deyil. Gənclərimizin çoxu buna elə baxır ki, mən evlənməmişdən öncə artıq boşanma xəyallarını qururam, mal bölgüsü edirəm, pay bölgüsü edirəm, bu cür yanaşırlar buna. Amma bu heç də belə deyil. Hər iki şəxsin gələcəkdə hüququnu, mənafiyini müdafiə eləyəcək bir mövzudur ki, əgər ayrılma halı olarsa və ya digər hallar baş verərsə, hüquqları burada necə tənzimlənəcək, hansı qaydada olacaq. Ən çox da bizdə belə baxılır ki, məsələn, daha çox imkanlı şəxslər ailə qurduqda düşünülür ki, bu nikah müqaviləsi bağlanmalıdır. Amma hər təbəqədən olan şəxslər bu nikah müqaviləsini bağlaya bilərlər. Əlbəttə ki, bəzən biz cəmiyyətimizdə də bu hallarla rastlaşırıq. Belə məsələləri çox eşidirik ki, qadın təhsilsizdir. Elə olur ki, ailə qurur, ayrılır, uşaqlarla birlikdə evdən çıxarılır və maliyyəsiz qalır. Heç bir maliyyə dəstəyi də yoxdur. Əslində, bu cür ailələr üçün, bu cür insanlar üçün məncə hüquqi uzaq görənlik kimi dəyərləndirilməlidir nikah müqaviləsi, deyilmi? Bəli, bəli. Yəni, etimadsızlıq kimi yox, əslində hüquqi uzaq görənlik kimi dəyərləndirilməlidir. Bəli, bax, bununla bağlı bizim komitəyə də vətəndaş qəbullarında, istər rayonlarda, müxtəlif digər yerlərində, istər komitənin özündə keçirilən vətəndaş qəbullarında, bilirsiniz ki, həftədə hər iş günü səhər saat 9-dan 6-ya qədər bizdə vətəndaşlar qəbul olunur. Bir çox vətəndaşlarımız müraciət edirlər, belə deyək, məsələn, ana çox vaxt az yaşlı ailə qurur və ya nikahsız ailə qurur, gəlir, boşanma deyəndə, nikah olmadığı üçün heç boşanma da olmur, ayrılma halı baş verir. Bir övlad və ya 2 övlad ana yanında gətirir, müraciət edir ki, mən indi necə edim, bu uşaqlara hansı, harda baxmalıyam, necə saxlamalıyam, hansı şəraitdə. Baxırsan ki, nikah yoxdur, heç nə eləmək olmur. Hüquqi cəhətdən nikahın olmamağı, müqavilənin olmamağı o insanın da hüquqlarına artıq qalır qarşıdakı insan vicdanına. Bəli, bəli.
Yəni belə bir məsələ var. Həqiqətən çox ciddi bir məsələdir. Ümumiyyətlə nikah müqaviləsində düzdür, siz söhbətiniz əsnasında vurğuladınız. Nikahdan öncə və yaxud da sonra bağlanıla bilər. Gəlin bunu bir qədər ətraflı izah edək. Evliliyin istənilən mərhələsində nikah müqaviləsi bağlana bilərmi? Bəli, bəli. İstənilən mərhələdə nikah müqaviləsini bağlamaq hər iki şəxsin razılığı ilə mümkündür. Yəni bunu hər mərhələdə və ya öncədən bağlayıb orada şərt olaraq da qoya bilərsən ki, məsələn, hansı haldan sonra bu müqavilə aktivləşə bilsin, hansı halda bunu biz tətbiq edə bilərik. O, yəni müqavilənin şərtlərinə uyğun olaraq onlar tətbiq edilə bilir. Bəs müqavilədə hansı müddəalar öz əksini tapır və yaxud da hansı müddəalar qanunvericilikdə daxil edilə bilməz qanunvericiliyə? Belə deyim, onlar hər iki şəxsin razılaşması əsasında, özlərinin yəni müəyyən etdiyi qaydalar əsasında bağlanılır ki, istər mal bölgüsü olsun, istər hüquqi yəni cəhətdən haqq bölgüsü olsun, bunları şəxslər qarşılıqlı müəyyən edir. Onların istəklərinə uyğun olaraq seçilən yəni müddəalar əsasında bağlanılır. Aydındır. Ümumiyyətlə, gənclərə həm sağlam ailə münasibətləri ilə bağlı, bax, bu kimi hallarla üzləşməməsi üçün hansı tövsiyələri verərdiniz Zənigar xanım? İlk olaraq, belə deyim, gənclərə tövsiyəmiz olar ki, ilk olaraq, yəni, düzdür, konstitusiyada nikah yaşı 18 yaş göstərilir, amma biz belə düşünürük, rastlaşdığımız hallarla mı deyək, yəni, belə ümumi baxışla mı desək, 18 yaş heç, yəni, düşünürük ki, nikah üçün belə də baxanda uyğun yaş deyil. Yaxşı olar ki, bizim gənclərimiz biraz daha yüksək yaşlarda özlərini həm əqli cəhətdən, həm belə desək, mənəvi cəhətdən, həm maddi cəhətdən nikaha hazır hesab etdikdən sonra bu ailəni qursunlar. İlk olaraq erkən nikahlar olmasın ki, bizi narahat edən əsas məsələlərdən biri budur. Düzdür, Muxtar Respublika ərazisində erkən nikah halı elə də yəni yayğın bir, çox yayılmış bir hal deyil. Ancaq belə deyim, tək 2025-ci ildə elə komitə tərəfindən 6 erkən nikahın qarşısı alınıbdır ki, yəni bir ailədə belə olsa bu bizim üçün problem hesab olunur. Bu erkən nikahların qarşısı komitə tərəfindən və aidiyyatı orqanlar tərəfindən alınıbdır. Yəni bu da bizim belə deyim məlumatımız olan hallarda alınır. Çünki biz yəni təbiidir ki, bilə bilmərik ki, hansı kənddə, hansı rayonda çox bəzən bunu gizli şəkildə də edirlər. Ancaq anonim bizə müraciətlər olduqda və ya dövlət qurumlarının hər hansısa bir məlumatın əsasında biz o erkən nikahların qarşısını alırıq. İlk olaraq, bəli, bizim istəyimiz gənclərdən odur ki, erkən nikahdan uzaq dursunlar. Çünki erkən nikah həm qeyd etdiyimiz kimi onların hüquqlarını pozur. Çünki yaş uyğun olmur, nikaha düşə bilmirsən, hüququn ilk olaraq pozulur. Digər bir halda sağlamlıqlarına ciddi ziyanları var. Bax, bizim bugün Muxtar Respublikada 2000-ə yaxın sağlam imkanı məhdud uşaqlarımız vardır ki, həmin Muxtar Respublikada olan sağlam imkanı məhdud uşaqların təhlilləri komitədə hər il aparılır və həmin təhlillər əsasında biz baxırıq ki, sağlam imkanı məhdud uşaqların doğulma səbəblərindən elə, yəni belə demək, çox hissəsi də elə həmin o erkən nikahların payına düşür ki, hansı ki, analar az yaşlı şəkildə ailə qururlar və dünyaya gətirdikləri övlad da sağlam imkanı məhdud övladlar olaraq dünyaya gələ bilir. Bunun bir səbəbi də qan qohumluğu nikahları idi ki, hansı ki, o da qanunla qadağan olundu. 2025-ci il iyul ayının birindən artıq yəni eyni nənə babadan olan uşaqların, gənclərin belə desək nikaha girməsi qanunla qadağan olundu. Ancaq yəni erkən nikah da bu hala yəni şərait yaradan hallardan biridir. Bu cəhətdən də istəmirik erkən nikahları və əsas da bizim bu gənclərimiz psixoloji cəhətdən belə desək korlanırlar və ailə həyatı sonda gəlir və ya xəyanətlə üzləşirlər, ya boşanma halları və ya bəzi hallarda intihar hallarına qədər gətirib çıxara bilir bu erkən nikahların sonu. Bəlkə də elə boşanmaların artmasının da səbəbi məhz gənclərin hələ evliliyə hazır olmadan ailə qurmasıdır, deyilmi? Öz hüquqlarını bilmədən ailə qurmasıdır. Həm hüquqlarını bilmirlər, həm psixoloji cəhətdən belə desək 18 yaş, yəni məktəbi bitirirsən, hələ sən yəni uşaqlıq dövründən yeni istəyirsən çıxasan, elə və həmin halda sən əslində təhsil almalısan, öz işini qurmalısan, öz gələcəyini müəyyən etdikdən sonra o ailə haqqında fikirləşməlisən. Amma biz həmin uşağı həmin yaşda nikaha məcbur eləyirik, nikaha daxil olmağa məcbur eləyirik və artıq o, belə desək, düşdüyü mühitdə özünü tapa bilmir və beləliklə həm ailə institutumuzun məhvinə gətirib çıxarır, həm də həmin şəxsin özünün gələcəyinin məhvinə, hüquqlarının pozulmasına gətirib çıxarır. Çox yaxşı olar ki, bizim gənclərimiz öz işlərini qursunlar, öz gələcəklərini qursunlar. Daha sonra, yəni ailə qurmaq hər bir yaşda var. Yəni onun heç bir yaş limiti yoxdur. Ona görə də yaxşı olar ki, özünü bir şəxsiyyət kimi formalaşdırmasıdır ki, dərk etdikdən sonra o ailəni qurmaq haqqında fikirləşsinlər ki, həm hüquqları pozulmasın, həm də yəni özləri üçün, gələcəklər üçün və cəmiyyətimizin gələcəyi üçün sağlam ailələr böyüsün. Hansı ki, bizim bugün Muxtar Respublikada
biz uzun ömürlü ailələrlə görüşlərə gedirik. 55 illik, 50 illik, 60 illik bizim yəni çox gözəl təməllər üzərində qurulmuş ailələrimiz var. Bu ailələrimiz belə desək bir 15-20 il sonra niyə də olmasın, niyə də pozulsun? Yəni ona görə də təməlini sağlam qoyduqda, təməli sağlam olduqda belə ailələrimizin də sayı artacaq düşünürük ki. Əlbəttə. Bir də təbii ki, biz qeyd etdik, erkən yaşda ailə quran gənclərin öz hüququnu bilməməsi. Biz psixoloji tərəflərdən danışdıq, sağlamlıq tərəflərindən də danışdıq. Ən əsası hüquqi demək tərəfdən, yəni bu mövzunun üzərində dayanaq. Əgər öz hüququnu bilmirsə, daha doğrusu nikah müqaviləsinin də nə olduğunun fərqinə varmır. Əslində nikah müqaviləsi əgər övlad yoxdursa, bunu bir şəkildə bağlamamaq məcburi deyil. Amma əgər o evdə, o ailədə övlad böyüyürsə, onun gələcəyinin təminatı üçün məncə nikah müqaviləsi şərtdir və vacibdir. Amma biz bayaq da qeyd elədik ki, ölkəmizdə və Naxçıvanımızda bu mövzu geniş yayılmayıb. Əslində geniş yayılması üçün Zərnigar xanım nələr etməliyik? Maarifləndirməni artırmaq lazımdır. Gənclər onun nə olduğunu dərk etməlidirlər. Bir də düşüncəni dəyişmək lazımdır. Bəli, düşüncəni ailələrin düşüncələrini dəyişmək lazımdır. Yəni bugün burada əksər ailələrdə nikah vaxtı desən ki, nikah müqaviləsi bağlayaq, çox hallarda məsələn qarşı tərəf sənə baxacaq, yəni belə desək narahat qarşılanmayacaq. Onu pis qəbul edəcəklər ki, yəni evlənməmiş məndən artıq mal bölgüsü eləyir, boşanmanı düşünür, digər halları düşünür, amma bu yəni nikah vardısa boşanma da olur mütləq. Bu halları yəni normal qəbul edib gələcəyini, öz övladının, özünün qarşı tərəfin sığortalamaq üçün bunu etmək yəni heç də pis bir şey deyil ki, gələcəkdə ən çox da, yəni belə deyim, o gənclərdən çox o ailəyə gələn uşaqlar əziyyət çəkir bu kimi hallarda. Bax, bugün aliment məsələsi olsun, yəni çox müraciətlər olur. Məsələn, uşaqlar dünyaya gəlib, uşaq var, çox vaxt biz ata qarşı tərəf yoxdur. Ata bəli, ödəməkdən imtina edir, uşağına baxmaqdan imtina edir. İndi bu ana bu uşağı hansı şərtdə saxlamalıdır, hansı qaydada saxlamalıdır? Bəzən qadın işləmir, işsiz olur və övladlarına baxmaqda çətinlik çəkir. Əgər bu nikah müqaviləsi olarsa, başdan o hüququnu bilərsə və uşaqları saxlamaq da elə çətin olmur və təminatı olur onun. Bəli. Geniş yayılmadığı bir dövrdə ölkəmizdə belə bir sual da yarana bilər. Nikah müqaviləsi ləğv oluna bilərmi önümüzdəki zamanlarda? Belə deyim, hal-hazırda onunla bağlı qanunvericilikdə heç bir hal nəzərdə tutulmuyub. Amma belə deyim ki, bizim gənclərimiz get-gedə daha maariflənir, daha dünya görüşlü olur. Yəni müqavilənin əksinə hələ daha çox yayılması yəni mövcud olar ki, nəinki onun ləğvi. Bəli. Təşəkkür edirik Zərnigar xanım bu mövzu haqqında. Öz fikirlərinizi bildirdi. Sonda söyləmək istədikləriniz varsa, buyurun kameramız vasitəsilə bildirə bilərsiniz. Mən sizə təşəkkür edirəm belə mövzuları işıqlandırdığınız üçün, gəncləri maarifləndirdiyiniz üçün və bizləri də bu verilişə dəvət edib öz fikirlərimizi yəni xalqa, əhaliyə çatdırmağa şərait yaratdığınız üçün öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Təşəkkür edirik Zərnigar xanım. İşlərinizdə uğurlar arzulayırıq. Ümumiyyətlə komitənin bütün əməkdaşlarına uğurlar arzulayırıq. Sağ olun.